Bəli, əziz qardaşlar, orta əsrlərdə alimlər arasında belə bir fikir yayılmışdı ki, zaman keçdikcə, müddət irəlilədikcə elm və texnologiya inkişaf edəcəkdir və bu texnologiyanın inkişaf etməsi nəticəsində də artıq insanların xoşbəxt olmaq üçün dinə ehtiyacları qalmayacaqdır və beləcə texnologiyanın imkanlarından istifadə edərək xoşbəxt bir cəmiyyət yaradılacaqdır. Amma biz bugünkü günümüzdə həmin o texnologiyanın inkişaf etdiyi bir vaxta gəlib çatdığımızda görürük ki, əslində onların bu proqnozları bir yalandan ibarət idi. Çünki günümüzdə baxdığımız zaman bu texnologiyanın bəzi fəsadlarından qorunmaq üçün elə bizim xoşbəxt yaşamağımız adına dinə daha möhkəm sarılmağımız, ondan daha bərk yapışmağımız lazımdır. Düzdür, baxdığımız zaman onun müsbət cəhətləri çoxdur. Yəni, texnologiyanın inkişafının bizim üçün çox böyük müsbət cəhətləri vardır. Məsələn, qabaqlar bir yerlə əlaqə qurmaq üçün bir məktub göndərilirdisə və bu məktubun gedib cavabın gəlməsi günlərlə, həftələrlə çəkirdisə, biz bu günlərin bir zənglə uzaq məsafədə olan, dünyanın istənilən bir yerini yaşayan yaxınımıza, tanışımıza öz fikrimizi çatdıra bilirik. Yəni, bu texnologiyanın üstünlükləridir. Amma təbii ki, bir də onun mənfi cəhətləri də vardır, əziz qardaşlar. Yəni, mənfi cəhətlərinə baxdığımız zaman, o mənfi cəhətlərindən məsələn bir dənəsini telefon misalında izah edə bilərik. Tutaq ki, bir adam gündə 2 saat telefonla oynayırsa, yəni telefonla belə deyək, məşğul olursa, həmin 2 saatlıq müddət bir ay ərzində hesablayanda 60 saat edir. Bir il ərzində hesablayanda isə 730 saat, yəni belə deyək ki, 30 gün vaxt edir. Yəni təsəvvür edin, əziz qardaşlar, yəni ortalama telefonla oynayan bir adam bir il ərzində sadəcə 30 gün müddətini telefonla oynayırmış kimi keçirmiş olur, əziz qardaşlar. Yəni, bu da dini baxımdan baxdıqda bəzən zaman israfı ilə də nəticələnə bilir. Məsələn, biz bilirik ki, bizim vaxtımız çox azdır. Yəni, vaxtımız bəlkə kimimizin 5 günümüz qalıb, kimimizin imtahanımızın bitməyinə 10 il qalıb, kimimizdə də 2 ay qalıb. Bu bilmək olmaz. Yəni, Allah Taala'nın nə vaxt bizim ruhumuzu təslim alacağını bilmirik. Ona görə də biz nə qədər ki, gec deyil, hər gün maksimum dərəcədə ibadətlə, zikirlə və taatla keçirməyimiz lazımdır. Amma baxırıq ki, mən 2 saatı hələ az telefonla oynayan deyirəm. Yəni, çox telefonla oynayan bəlkə 2 ayını, 3 ayını elə telefonla keçirir. Yəni, bu şəkildə biz vaxtımızı bəzən israfla keçirmiş oluruq, əziz qardaşlar. Ona görə də bir məşhur ifadə vardır. Yəni, məşhur çox böyük, gözəl bir ifadə var. Deyir ki, pulsuz pendir sadəcə və sadəcə sıçan tələsində ola bilər. Yəni, pulsuz pendir deyəndə sıçan üçün sıçana əgər tələyə salmaq istənsə, sən onun tələsinə bir pendir qoyursan və beləcə sıçanı sənin tora salmış olursan. Bugün bizim o virtual aləmdə, o internetdə gördüyümüz zahirən cəlbedici kimi görsənən şeylər, bizim telefonu əlimizə aldıqda rahatladırmış kimi görsənən şeylər də eyni şəkildə o cürdür, əziz qardaşlar. O da bir tələ kimi bizim qarşımıza atılmış bir mənada. Düzdür, məlumat əldə etmə baxımından müsbət tərəflər yenə də deyilən var, amma bir də onun mənfi tərəfləri də var ki, o bizim önümüzdə Allah'a zikr etməkdən bəzən bizi ayrı qoyur, bəzən namazlarımızın vaxtı gəlir, çatır, amma sırf onunla məşğul olduğumuzdan dolayı namazlarımızı belə qəzaya verib gecikdirə bilirik, əziz qardaşlar. Ona görə də bunun fəsadlarını görürük. Məsələn, internetdə müəyyən bir platformalar vasitəsilə insanlar məşhur adamların belə deyək, onları takib edirlər və həmin takib etdikləri vaxtı təbii ki, həmin məşhur adamlar da sadəcə olaraq lüks həyatlarını paylaşırlar, xoş günlərini paylaşırlar və sən də ona baxırsan, bir onun həyatına baxırsan, bir öz həyatına baxırsan, həyatları qiyas eləyəndə sən özü-özünə şikayət yaranır ki, necə ola bilər ki, o belə gözəl həyat yaşayır, mən isə bu həyatı bu cür yaşaya bilmirəm. Amma əslində həmin insanın da hər nə qədər varlı, zəngin olsa da, onun da qəmgin günü olur. Amma qəmgin vaxtlarını paylaşmadığına görə sən onun həmişə lüks yaşadığını düşünürsən. O zaman öz həyatını sorğulamağa başlayırsan ki, mən niyə o cür yaşaya bilmirəm, mənim həyatım niyə bu cürdür? Və beləcə sən nə etmiş olursan, Allaha qarşı qismən nankorluq baş vermiş olur. Amma Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurur? Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, əgər xoşbəxt yaşamaq istəyirsinizsə, maddi baxımından özünüzdən aşağıdakılara baxıb şükür eləyin, mənəvi baxımından özünüzdən yuxarıdakılara baxın və onların məqamına çatmağa çalışın. Ona görə, əziz qardaşlar, biz xoşbəxt yaşamaq üçün bu düsturu deyil də Peyğəmbər sallallahu əleyhi və səlləmin bizə vermiş olduğu o hədis şərifə sarılmağımız lazımdır. Məsələn, bunun bir fəsadı da, telefonun bir fəsadı da ondan ibarətdir ki, İnsanlar arasında münasibətlərdə də artıq soyuqluq yaranıbdır. İki dost
bir araya gəlirlər. Normalda söhbət edib mehribanlaşmaları gərəkirkən, baxırsan ki, hərəsi bir telefonu götürür. Bu zaman bir-birlərlə danışmaq əvəzinə baxırlar ki, ikisi bərabər oturub, amma birinin qəlbi başqa bir yerdədir, başqasının qəlbi isə həmin telefonda görmüş olduğu başqa bir hadisə ilə nisbətən qəlblər də bir-birindən uzaqlaşmış olur. Daha sonra əziz qardaşlar, baxdığımız zaman biz burada digər bir məsələni görürük. O da bizim zehnimizin qüsurlanması məsələsidir. Məsələn, biz internetə girdiyimiz zaman orada bir baxırsan qarşına gülməli video çıxır. Həmin gülməli videonun bir altında ağlamalı video sənin qabağına çıxır. Bir gülürsən, bir ağlayırsan, insanın psixologiyası da pozulur. Yəni, çünki bizim beynimiz elə yaradılıb ki, bu cür duyğuların bir-birini əvəz eləməsi belə tez müddətdə insanın yaddaşının korlanmasına gətirib çıxarır, psixologiyasını da pozur. Ona görə bu baxımdan da biz onlara diqqət yetirməyimiz lazımdır. Xüsusən də əziz qardaşlar, kiçik yaşlı övladlar, uşaqlar bu məsələyə daha çox diqqət ayırması lazımdır. Məsələn, Allah Rəsulu sallallahu aleyhi və səlləm hədis şərifində buyurur ki, deyir, bir valideynin övladına verə biləcəyi ən gözəl mirası gözəl əxlaqdır. Yəni, ən böyük miras gözəl əxlaqdır. Bu dövrdə də əziz qardaşlar, həmin əxlaqı necə verək uşaqlara? Telefondan onları uzaqlaşdırmaqla. Yəni, bugün gənclərin belə deyək ki, düşüncələrinin mənfi yönlərə getməsinin bir çox səbəbi ondan qaynaqlanmalıdır. Ona görə bugünkü gündə övladlar, uşaqlar dərs oxumalı olduğu vaxtdaykən və yaxud da dünyanın tanımağa çalışdığı vaxtda o telefondan öyrənməsi onun nəinki xeyrinə, hətta bir çox vaxtlarda zərərinə belə gətirib çıxara bilər. Ona görə də bu mənada onları da həmin məsələlərdən uzaq tutmamız lazımdır ki, həmin o mənfi hadisələr onlarda da yaşanmamış olsun. Məsələn, telefon, internet platforması elədir ki, əziz qardaşlar, orada hər şeyin xarici gözəlliyinə önəm verilir. Məsələn, insan çəkir öz həyatının gözəl hissələrini paylaşır, daha sonra bahalı maşınını paylaşır, nə bilim, nəyini paylaşır. Sadəcə xarici gözəllik orada özünü göstərmiş olur. Amma biz iblisin həyatına baxdığımız zaman isə onun da sırf xarici gözəllik ucbatından özünü cəhənnəmə atdığını görürük. Məsələn, Həzrət Adəmin xaricinə baxdı, dedi ki, Adəm deyir, palçıqdan yaradılıb deyir. Mən niyə deyir, palçıqdan yaradılana səcdə etməliyəm? Ona görə də deyir, sırf xaricə baxdığına görə, Həzrət Adəm Aleyhisselamın qəlbində olan Allah sevgisini görmədiyinə görə o həlak olanlardan oldu və beləcə yolunu azmış oldu, əziz qardaşlar. Ona görə də bizim buna da baxmamız lazımdır və unutmamamız lazımdır, əziz qardaşlar. İsra surəsində bir ayət kərimə keçir. Deyir ki, İsra surəsində, deyir ki, haqqında bilgin olmadığın şeylərin arxasıca getmə, çünki qulaq, göz və qəlb bunların hamısından sorğu-sual olunacaqdır. Yəni, biz bu günlərin, məsələn, harama baxma məsələsi var burada. Normalda insan canlı yaşadığı həyatda harama baxmaqdan üz döndərərkən, məsələn, telefonuna baxırsan ki, sənin qarşına bir naməhrəm çıxanda onu çevirmir, məsələn, ona baxmağa davam edir. Bu da ən böyük günahlardan biridir. Məsələn, biz baxırıq ki, cəhənnəm atəşi çox böyük orada cəzalar veriləcəkdir. Məsələn, biz onun dünyəvi cəzalarla müqayisə etsək, biz insan cinayət edəndə gedir, türməyə düşür. Türmədə balış da var, yatacaq da var, türmədə yemək də var, su da var, yəni hava da var. Amma cəhənnəmdə bunların heç biri yoxdur. Cəhənnəmdə nə yatmağa yer yoxdur, nə içməyə su yoxdur. Hətta deyir, cəhənnəmdə insanın gözləri belə deyir, kör olacaq. Yəni, təsəvvür, bu boyda əzab görürsən və həmin əzabı da gözlərin kör olduğu bir vaxt. Əbədi körlüklə bu da sənin bir cəzanın növü olaraq qarşına çıxır. Ona görə də bir alim var, İslam alimi, bir dəfəsində deyir, bir təndirxananın böyründə, orada belə deyək ki, qril bişirərkən, onun böyründən keçərkən ağlamağa başlayır. Təndirxananın sahibi də gəlir, soruşur ki, deyir, sən niyə bu cür ağlayırsan? Sənin qarnın mı acdır ki, bu toyuqlara baxanda deyirsən, burada ağlayırsan? Deyir, yox, deyir, vallahi mənim qarnım ac deyil. Mən nəyə görə ağlayıram, deyir. Bugün, deyir, toyuqlar orada bişirlər, deyir, təndirinin közündə bişirlər, deyir. Amma onlar bişəndə başları kəsilib, dolayısıyla ölüdürlər. Ona görə bu bişmələrini, deyir, onlar hiss eləmirlər. Cansız bədənləri orada bişir. Amma, deyir, cəhənnəmdəki insanlar diri-diri orada bişəcəklər, deyir. Mən ona ağlayıram, deyir. Yəni, dolayısıyla, əziz qardaşlar, diri-diri bir insanın bu cür əzablar görməsi də bizə nə mənaya gəlir? O mənaya gəlir ki, qardaş, bugün sən baxdıqlarını da, bütün həyatını da elə nizamlamalısan ki, onların hamısından uzaqlaşmış olasan. Məsələn, son bir rəvayətdə qeyd edək, yekunlaşdıraq. Bir rəvayətdə deyir ki, bir nəfər adam yuxuda vəfat etmiş dostunu görür. Vəfat etmiş dostundan soruşur ki,
axirətdə sənə necə münasibət göstərdilər? O da qayıdır, deyir ki, deyir, axirətdə mənə əzab elədilər, deyir. Deyir, niyə əzab elədilər? O da qayıdır ki, mən deyir, tərəzi ilə mal satırdım. Tərəzidə mal çəkərkən Allah təala məndən soruşdu ki, sən onun o gözündəki tozu sildinmi ki, o toz əlavə ağırlıq eləməsin və beləcə sənin çəkmiş olduğun mal doğru hesablanmış olsun. Yəni acə deyir, bir tərəzinin tozunu silmədiyimə görə deyir, mənə əzab olundu. Halbuki qaldı bizim bu günlərin yaşadığımız, o etdiyimiz günahlarımıza görə nə boyda vəbal qaldırmış oluruq. Ona görə də Allah təala dua edək ki, Uca Rəbbimiz bizi hər zaman yaşadığımız həyatda dini qanunların hər birinə layiqincə əməl etməyi nəsib eləsin. Allah Taala'ya dua edək ki, Uca Rəbbimiz bizi şeytanın vəsvəsəsindən, fitnələrindən, onun bizi yoldan çıxartmağa çalışdığı vasitələrin hamısından mühafizə eləsin inşallah. Hələ innə əhsənəl kələm və əbləğən nivam, kələmullahi